Salam həqiqətən də Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm onun barəsində bir söz buyurub ki, Hüseynun minni və ənə min Hüseyn. Hüseyn məndəndir və mən də ondanam. Və bu hədisin üzərində çoxlu hədis alimləri, müfəssirlər, fəqihlər bunu şərh eləyirlər, birinci tərəfini şərh eləyirlər. Amma hədisin ikinci tərəfinin şərhinə gəlib çatanda dayanırlar. Deyirlər ki, burada Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm çox dərin bir mənaya işarə eləyir ki, Hüseyn məndəndir, bu açıq aşkar bəllidir. İmam Hüseyn əleyhissalam Peyğəmbərin nəvəsidir, Peyğəmbərin gözünün nurudur, cənnət cavanlarının ağasıdır. İmam Hüseyn əleyhissalam Peyğəmbərin yanına girəndə Peyğəmbər ayağa dururdu. Onun ağlamağı belə onu narahat eləyirdi. Onun üçün dua eləyirdi, onu sevənlər üçün dua eləyirdi. Amma gəlir hədisin ikinci tərəfinə ki, mən də Hüseynnənəm, orada mövzu açılır. Orada mövzu, nübüvvətin mövzusu açılır. Alimlərdən biri deyir ki, mən bu hədisin barəsində başladım araşdırma eləməyə, gəldim Peyğəmbərin dediyi ikinci mətləb barəsində gördüm ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm İbrahim əleyhissalamın qissəsinə işarə eləyir burada. Ki, Qur'an-ı Kərimdə bu qissə məşhur bir qissədir. İsmail əleyhissalamı apardı qurban kəsməyə. Nə qədər bıçağı vurdu onun boğazına kəsmədi. Nə qədər bıçağı vurdu onun boğazına gördü kəsilmir. Allah ona o qurbanın əvəzində ayə nazil elədi ki, sən daha öz əməlvi yerini getirdin. Və fədəynəhu bizibhin əzim. Biz sənə bunun müqabilində əzəmətli bir dənə qurban vermişik. Və Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm bilirsiniz, İsmail əleyhissalamın nəslindəndir. İbrahim əleyhissalam orada kəssəydi, nə İslam Peyğəmbəri olacaqdı, nə İmam Əli əleyhissalam olacaqdı. Amma Allah buyurur ki, mən bu qurbanın müqabilində sənə əzəmətli bir dənə qurban vermişəm. O əzəmətli qurban ki, bu dinin ayaqda qalması üçün əsl səbəbkardır. İslam dinini insanlığa təqdim eləyəndə bu cür nə deyirlər ki, Əd-dinul İslam Muhammediyyus sudur və Hüseyniyyül bəqa. İslam dini Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin gətirdiyi bir dindir. İnsanlığa təqdim elədiyi bir dindir. Amma İmam Hüseyn əleyhissalamın qoruyub saxladığı bir dindir. İmam Hüseyn əleyhissalamın İslam aləmində o qədər əzəməti var ki, Allah subhanahu və taala Peyğəmbərinə bu sözü dizdirir ki, insanlığa xəbər elə, möminlərə xəbər elə. Bilirsiniz, möminlər bir vaxt gəldi ki,